Mən başa düşmürəm. Birində deyir, İslamda məcburiyyət yoxdur, amma namaz qılmayanı da cəza gözləyir. Bəli, bu sual da yəni çox insanın qarşılaşdığı bir məsələdir. Bunun yəni bir neçə izahı var ki, Allah Qurani-Kərimdə Bəqərə surəsinin 256-cı ayəsində buyurur: "Lə ikraha fid-dini." Yəni dində məcburiyyət yoxdur. Yəni bu deməkdir ki, heç kəs zorla müsəlman edilə bilməz. Yəni kimsə məcbur eləsən, zor gücünlə ona İslamı qəbul etdirəsən, bir müddət, yəni sən onun yanından ayrılandan sonra artıq o insan yenə öz əqidəsində qalacaq. Yəni bu cür din qəbul etdirmək İslam dini bəyənmir. İnanmaq da insanın öz seçimidir. Yəni Allah deyir ki, istəyirsən iman gətir, istəyirsən, yəni istəmirsənsə gətirmə. Yəni burada seçimi Allah insana verir. İkinci, bəs niyə namaz qılmayana cəza metodu var? Yəni cəza mexanizmi tətbiq edilib Quran-Kərimdəki bir neçə ayələrdə. Məsəl üçün Müddəssir surəsində var, deyir, Behişt əhli cəhənnəm əhlindən soruşacaq, sizi buraxan nə idi deyəcəklər? Ləm nəku minəl müsəllim, biz namaz qılanlardan deyildik. Yəni bu da ayrı cürə başa düşülməməlidir. Çünki insan öz istəyi ilə İslamı qəbul edir. Əgər öz istəyi ilə qəbul edirsənsə, mütləqdir ki, ilahi qanunlara riayət eləməlisən. Sonra Allahın qanunlarını qəbul etmisənsə, ehtiram eləməlisən. Yəni namaz da Allahın qanunlarının demək olar ki, ən alisidir və ən üstünüdür. Yəni bu belədir ki, sən bir sistemi qəbul edirsən, amma onun qaydalarına əməl eləmirsən. Yəni bu halda artıq insanın boynunda məsuliyyət yaranır. Bax, yəni məcburiyyət də yoxdur deyəndə, yəni burada namaz qılmaqdan söhbət gedə bilməz. Buradakı məcburiyyət, yəni kiminsə sonra yəni İslam dinini zorla qəbul etməsindən gedir.